Salam əziz müəllimlər, hər vaxtınız xeyir. Deməli, bugünkü video izahda dünən keçirilən informatika fənnindən keçirilən sertifikasiya suallarının bir qisminin izahını verirsəm, təxmini 35-36 sual var burada. Sualları, yadında qalan sualları göndərən müəllimlərə təşəkkür edirəm. Ben onu da qeyd edeyim ki, burada bu suallar arasında bizim keçmədiyimiz hər hansısa bir sual, hansısa bir mövzu yox idi. Yəni istər sınaq qruplarında olsun, istər digər dərs izahlarında olsun, bütün tip sualdan hər birini işləmişdik, çətindən, asandan çətinə doğru. Və müəllimlər, son olaraq onu da qeyd edeyim, kanala abunə olmağı unutmayın ki, MİQ-ə aid sınaqların izahı paylaşacaq, həmin video izahlardan xəbərdar olasınız. Birinci sualda qeyd olunur informasiyanın xassəsini seçin. Variantları yazmamışam. İnformasiyanın xassələri obyektivliyidir, aktuallıq, tamlıq, etibarlıq, anlaşıqlıq, adekvatlıq, dəqiqlik və bir faydaları var idi. Xassələr var idi daha doğrusu. Bu sualda da yəqin ki, variantlarda ya onun prosesləri ilə qarışdırılıb, ya alqoritmin xassəsi ilə qarışdırılıb və dərs izahında keçən sonuncu videolarda metodik vəsaitdə olan sualların izahını da verəndə qeyd elədim ki, informasiyanın xassələri sadə bir sual kimi imtahanda düşür. Və alqoritmin xassəsi ilə, ya informasiyanın növləri ilə, proseslərlə qarışdırılaraq salınır. Sadəcə əzbərləyirdik ki, informasiyanın obyektivlik xassəsi var. Hər kəs tərəfindən qəbul olunan informasiya obyektiv informasiyadır. Hər kəs tərəfindən qəbul edilsin və düzgün fikir olsun. Daha sonra aktuallıq idi, cari zamana uyğun olan informasiya, anlaşıqlıq, başa düşülən informasiyadır, tamlıq, kifayət qədər məlumat varsa tam informasiyadır və etibarlılıq da ayrı-ayrı mənbələrdən alınan informasiya üstə düşərsə bu etibarlı informasiyadır. 2022-də də bu sual informasiyanın xassələrini seçin. Bu sual eynən MİQ-də də istifadə olunmuşdu. Demək, xassələrini saydım. Daha sonra ən kiçik həcmi tapın. Sadə bir sual. Burada sadəcə eyni ölçü vaidinə gətirməli. Eyni ölçü vaidinə gətirməyəndə böyük bu görsənir. Amma bitlərdir, bu isə baytdır. Bu baytlardan ən kiçiyini istəyir. Kiçik 125-dir, demək bu böyükdür. Və bunları da ya da bunu bunlar sevilənə qədər bunu baytdan bitə keçirək. Yəni 125-i vururuq 8-ə, alınır 1000 bit. Və 1280, 1246, 1000, bu da 1025-i də 8-ə vuranda 8200 alınmalıdır. Burada ən kiçik informasiya həcmi olur 100 bit. Ola bilər ki, Y variantında 100-dən də kiçik qiymət olar. İndi Y variantı yoxdur. Sadəcə hər birini eyni ölçü vaidinə gətirib hesablamalıyıq. Uyğunluğu müəyyən edin. Bəli, burada birini artırmadım. Sonradan müəllimlər atmışdı. Y variantında insan yazılıb deyirlər. Demək, burada eyni yenə deyəcəksiniz, müəllim hər dəfə eyni sual deyir. Dəqiqə, qılınız. Eyni sualı sınağa da salmışdım və hətta çaşdırıcı sual kimi insan sözündə yazmışdım eynən. Sonuncu sınaq işləyən müəllimlər xatırlayar və orada qeyd eləmişdim ki, insan orijinaldır. Nə maddi modeldir, nə də informasiya modelidir. Heç birinə aid götürmürük. Maddi model deyəndə informasiyanı, modelin həndəsi və fiziki xüsusiyyətlərini özündə daşıyan və yaxud da deyirlər ki, gözlə görünən, əllə toxunulması mümkün olan modellərdir. Burada qlobusdur. İnformasiya modelinin 4 növü vardır. Xərit, sxemdir. Sxem, cədvəl, şəkil və sözlə təsvir. Deməli, yəni qısaca demişdim ki, belə yadda saxlaya bilərsiniz. Kağız üzərində olan məlumatlar informasiya modelidir. Sxemdir, kağıza çəkirik, xəritədir, daha sonra çertyojdur. Qlobusda maddi modeldir və insan heç birinə aid deyil. Maddi modelə aid qlobus, maneken, anatomik munyaj, bina maketləri, gəlincik və s. bunları nümunə göstərə bilərik. İnformasiya modeldə xəritə, sxem, çertyoj, şəxsiyyət vəsiqəsi, tibbi kart bunlar aiddir informasiya modelinə və məlumatı yalnız informasiya əsasında daşıyan modellərə informasiya modeli deyilir. Gözlə görünməsi, əllə toxunması mümkün deyil. Belə bir tərif də verilir. Və
İnformasiya modelində 4 növ vardı. Onları da qeyd elədim. İnsan heç birinə aid deyil. İnsan orijinaldır. Ya da buna prototip deyirlər. Orijinal ya da ki prototip. İnsan, məsələn, yer kürəsi, qlobus yer kürəsinin modelidir, amma yer kürəsi özü model sayılmır. Daha sonra telekonferans proqramlarını seçin. Telekonferans bu şəbəkədə internet xidmətlərində Usenet deyə bir Usenet, bir də Telnet var idi. Telnet uzaq məsafədən idarə idi. Başqa kompüterin terminalını öz kompüterinə çevirməyə imkan verir, belə bir tərif verirdi. Telekonferansı Usenet deyə göstərirlər və proqramlarını seçin. Yəqin ki, variantda bir neçə proqram olub. Buna məsələn Zoom proqramına nümunə göstərə bilərik. Daha sonra Skype-də, Google Meet-dir, Microsoft Teams proqramıdır. Bunlar aiddir telekonferans proqramlarına, canlı görüşlər keçirilməsi üçün istifadə olunur. Beşinci sual alqoritmə aid çox sadə bir sualdır bu. Deməli, belə bir fiqurlar verilib dedilər və variantda da uyğunluğu müəyyənləşdirməliyik. Dairə buna oval da deyə bilər. Bu alqoritmin başlanğıc və ya sonunu göstərmək üçün istifadə olunur. Yəni alqoritmə başlayanda biz ovalla başlayırıq və sonda bitəndə də ovalla bitirə bilərik, amma bəzən testlərdə başlanğıc və sonu göstərmir. O da onun yanlış olduğu demək deyil. Yəni o göstərəməyə bilər. Romb şərtin yoxlanmasıdır. Məsələn, A böyükdür 5-dən. Rombun içərisində yazıb yoxlayırıq. Müqayisə bloku da deyə bilər, şərt bloku da, məntiqi blok da adlandırırlar bu bloku. Olur B variantı. Düzbucaqlı isə hesablama və yaxud da buna ikinci ad proses də deyə bilər. Hesablama prosesin aparılması üçün düzbucaqlıdan istifadə olunur. Verilənlərin daxil və xaric edilməsi üçün isə paralleloqramdan istifadə olunur və çap bloku da abituriyentlərdə belə blok yoxdur, amma müəllimlərdə ola bilər də çap bloku bu şəkildə istifadə olunur. Biraz maili formada gəlir. Ya çapıb onun içərisində yazıb sonra sonla da bitirə bilər. Uyğunluq oldu bu. Başqa yenə ən vacibləri bunlardır. Bir-birindən keçəndə də məsələn ox işarəsi arasına bir-birindən əlaqələndirirdik. Sonra üçüncü sualda bu qiymətləri özüm təxmini yazdım. Burada x-dən sonra gələn hissə məlum deyil. Dil funksiyasının hesablanma alqoritmin növünü müəyyəndir. Əgər məsələn burada məxrəci sıfıra çevirən bir hal yoxdursa, və yaxud olarsa belə bu budaqlanan alqoritmdir. Yəqin ki, olmaz. Burada x kvadratı plus neçəsə yazılar. Bu qiymətlərdə yenə deyirəm, özümdən yazmışam. Burada müəyyən bir parça deyir. Yəni, x-in qiyməti 3, 3-dən 7-yə qədər 3 də daxildir, 7 də 3, 4, 5, 6, 7. Bu parçada 1 bölünsün x kvadratı hesablanmalıdır. Bu alqoritmin növünü müəyyən edin. Əgər demişdim ki, müəllimlər, bu şərt, bu aralıq olmasa, biz bunu budaqlanan götürürük. Çünki 1 bölü x-in kvadratı məxrəci sıfırdan fərqli. Kəsrin qaydasını yada salırıq ki, kəsrdə məxrəc sıfır ola bilməz. Yaxud kökaltı ifadə olarsa kökün altı mənfi ola bilməz. Bunlar budaqlanan olur. Amma burada hansısa bir aralıq verilib və x deyir həmin aralıqda qiymətləri alır. O zaman bu dövrdür. Yəni bir dəfə 1 böl 3-ün kvadratını hesablayırıq. X-in yerinə 3 yazırıq. Bunu hesablayandan sonra keçib 1 böl 4-ün kvadratını, 1 böl 5-in kvadratı və s. Bu şəkildə davam edir və biz bir işi təkrar yerinə yetiririk. Müxtəlif qiymət verib bir misalı bir neçə dəfə yerinə yetiririk. Deməli, bu dövrü alqoritmə aiddir. Dövrü alqoritmə aiddir. Adım da verilməyəndə indi şərtdən asılı olaraq budaqlanan ya da xətt ola bilər. Burada proqram adları yadda deyildi. Uyğunlaşdırın qeyd olunur. Sistem proqramı, tətbiqi proqram və proqramlaşdırma alətləri. Sistem proqramları müəllimlər iki yerə bölünürdü. Baza və servis proqramlarına. Bazaya aid idi əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi. Orada ən vacib əməliyyat sistemini əzbər bilməli idik. Windows, Android, Linux, Unix, MS-DOS, iOS bunlara aiddir. Və şəbəkə əməliyyat sistemində də Norton Commander, X3 Pro Gold, PS Shield, DOS Navigator deyə 4 məşhur proqram var idi. Bunlar sistemə daxil idi. Və sistemdə ikinci bir növü servis idi. Servisin içərisində də deməli, kompüterin iş qabiliyyətini yoxlayan diaqnostik proqramlar, utilitlər, antiviruslar və driver var idi.
İş qabiliyyətini yoxlayan proqrama aid BIOS-u göstərə bilərdik. ROM-un içərisində yerləşən BIOS proqramını. Daha sonra deməli utilitlərə aid məsələn disk cleanup, disk defragmenter, task manager, backup və s. bir neçə utilit var idi əlavə. Və arxiv proqramları da elə utilitin içərisində idi. Antivirus proqramlarına Panda, Kaspersky, Doktor Web, Doktor Salomon, MSAF, Kaspersky bunlar aid idi. Və dördüncüsü driver idi. Driver də xarici qrupların işini idarə edən proqram idi. Kompüterə tanıdırdı. Tətbiqi proqramlara aid idi mətn redaktorları, cədvəl, deməli təqdimat, elektron təqdimat, verilənlər bazası, nəşriyyat, mühasibat bunlar aid idi. Qrafik redaktorlar. İndi ona da aid olan hansı proqramlar varsa o seçilməli idi. Proqramlaşdırma alətlərinə məsələn translyator daxildir. Tərcümə edən proqram idi. 2 yerə bölünürdü. Kompilator, interpretator. Bir də proqramlaşdırma alətlərində əsas dillər var idi. Python, Pascal, Java, Basic bu proqramlar proqramlaşdırma dilləri. İndi variantlara uyğun da nə yazılmışdı, ona uyğun seçirdik. Daha sonra Sezar üsuluna aid bir kodlaşdırma, baseball sözü K bərabər 4 açarı ilə şifrələndi. Deməli, hərflərdən 4 addım sağa doğru sürüşüb və tərsinə göndərildi. Göndərilən şifrəni müəyyən edin. Və tərsinə yazılıb göndərildi. Düz qeyd eləməmişəm. Deməli, baseball sözü 4-dür. Birinci, bir dəqiqə, baseball. B hərfinin kodu. 4 addım özündən sonra başlayıb sayırıq. B-dən sonra 1, 2, 3, 4 düşür F hərfinə. E-dən 4 addım sonra 1, 2, 3, 4 düşür İ hərfinə. Y-dan 4 addım 1. Burada əlifba bitdisə təkrar başa qayıdıb başlamalıdır. Deməli 1, 2, 3, 4 düşür C hərfinə. S-dən sonra 1, 2, 3, 4 W-dur. B-dən sonra yenə bayaq B-dən sonra F idisə, indi də B-dən sonra F olmalıdır. O hərfindən sonra 4 addım sürüşdürəndə 1, 2, 3, 4 olur S və L-dən sonra 1, 2, 3, 4 alınır P hərfi. Və bu şifrələnib tərsinə göndərilib. Bu yazını tərsinə yazsaq P, S, F, W, C, I, F alınır. Belə bir kod axtarırıq variantlarda. Yəni əgər cümlənin şərti tam bu cürdürsə, kod alınır belə. Burada sadəcə çaşdıran nə ola bilərdi? Y hərfi əgər sonda hərf bitibsə təkrar əvvələ qayıtmalıdır. Daha sonra 9-cu sualda düzləndirmənin bunlardan biri deyəsən düşüb. Klaviş kombinasiyası bu səhv eləmirəmsə düşüb. Müəllimlər bunu deyirdi. Bu şəkillər düşməyib. Klaviş kombinasiyasını müəyyən edin. Yəni qısa yolunu. Birincisi sol tərəfə düzləndirmədir. Baxın burada da qeyd olunub. Sola düzləndirmədirsə, demək ki, qısa düyməsi sol left deməkdir. Qısa düyməsi Ctrl L-dir. Bu mərkəzə düzləndirmədir. Mərkəz centerdir. Amma demişdim ki, Ctrl C yox, Ctrl E-dir. Ctrl C kopyalamağın qısa düyməsi. Ondan qatmayın. Right sağ tərəfdə qısa düyməsi Ctrl R-dır. Bu sağdan düzləndirib. Bu da tam düzləndirmədir ya da hər iki tərəfdən düzləndirmə deyə bilər. Bunun da qısa düyməsi Ctrl J-dir. Baxın, burada üzərlərinə gələndə bir dəqiqə. Aha, left alındı. Align left, düzləndirmə soldan. Qısa düyməsi Ctrl L. Baş hərfinə uyğundur. Bu centerdir. Qısa düyməsi Ctrl E-dir. Daha sonra right sağdan düzləndirmə qısa düyməsi Ctrl R və tam düzləndirmədə Ctrl J-dir qısa düyməsi. Burada deyəsən bunu istəyib qısa düyməsi Ctrl J olacaq. 10-cu sualda yalnız çıxış qurğularını seçin. Çıxış qurğuları müəllimlər ən əsası olan monitordur. Ən çox istifadə olunan monitordur, printerdir, proyektordur, plotterdir, səs ucaldandır. Çıxış qurğuları bunlardır. Giriş qurğuları, klaviatura, mouse, mouse'un bütün növləri, touchpaddir, trackballdur, pen mouse'dur. Daha sonra skanerdir, mikrofondur, web kameradır, digitizerdir. Bunlar giriş qurğulardır. Və həm giriş, həm çıxış istənilirsə, buna da modemdir, səs kartıdır. Bunlar nümunə göstərə bilərik. Yalnız çıxışı istəyir, ona görə monitor, printer, plotter, proyektor, səs ucaldan. Bu 5 qurğunu seçirik. 11-ci sualda düsturu 24-ə bərabərdir. F12 xanası, F6 bərabər 12 olarsa, bu düstur neçədir?
qiyməti neçə alınır? Deməli, average ədədi ortaydı. B6-dan Y6-ya. Yəni B6, üstəcə C6, sonra D6, F6, DY6 və F6. Bunları cəmləyəndə average ədəd ortanı tapanda 2, 5 dənə 5 istinad var, 5 xana var. 5-ə böləndə alınır 24. Deməli bu sürətin qiyməti cəm 24-ü 5-ə vuranda alınır 120. Demək, buradakı cəm 120 olub ki, və burada qoşa nöqtə yazıldığı üçün bu diapazondur. Ona görə B6-dan F6-ya qədər hamısını cəmlədim. Nöqtəli vergül olsa sadəcə B6 ilə F6-nı toplayarıq. Və burada sürətin qiyməti 120 olur ki, 5-ə böləndə də 24 olsun. Ədəd ortanı tapın. Sonra qeyd edirik ki, F6 12-yə bərabərdirsə, Sam C6-dan B6-ya qədər olan qiymət. Bəlkə də burada F6 yox, B6 olmalıymış məncə. Çünki B6 olanda düz gəlir. Bir dəqiqə bunu düzəldim. B6. B6 bərabər 12 olarsa, deməli burada bu cəm 120 alındı. Yəni B6, C6, D6, üstəgəl Y6 və F6. Bu cəm 120-yə bərabərdir. Bunu tapdıq. Və orada B6-nın qiyməti 12-dirsə, yəni bu 12-yə bərabərsə, onda yerdə qalanların qiyməti 120-dən 12 çıxarıq qalar 108. Deməli, bu cəm 108-ə bərabərdir. Və şərtdə də sam C6, F6, yəni C6-dan F6-ya qədər cəm 108. 108-dən çıxılsın 13. Bərabərdir 95. Yəni, nəticə olur 95. Deməli, average yazılan ədəd ortadır. Bu hissəni cəmləyib sayına böləndə, yəni 5-ə böləndə alınır 24. Deməli, həmin cəm 120-yə bərabərdir. Daha sonra B6-nı verib 12, yəni bu 12-yə bərabərdir. Yerdə qalanlarla da toplayanda 120 alır. Demək, 12-nin üzərinə bu yerdə qalanların cəmi 108 olmalıdır ki, 120 alınsın. Və bizdən də sam C6, F6 istənir. C6-dan F6-ya qədər az əvvəl tapdıq 108-dir. 108-dən də 13 çıxanda qalır 95. Sualların hansındasa ədəd fərqi ya da ki, nəsə yadınızdasa variantlardan və s. Bu videonun altına göndərərsiniz. Bu PDF-i, bu Word sənədini əlavə edərəm. Suallarda düzəliş edərəm, kimin yadında nə qalıbsa. Daha sonra verilənlər bazasından birinci cədvəlinə hansı sorğu tətbiq edilsə, ikinci cədvəl alınır və cədvəldə nə tətbiq olunmuşdu, onu da qeyd edərsiniz. Deməli, burada mənimlə bu tipdə sual işləmişdi. İstəfəmizə topluda ya sınaqların birinə salmışdım. Deməli, orada sual böyük bir cədvəl verilmişdi. Birinci cədvəldə. İkinci cədvəldə sadəcə N ilə başlayanlar, yadınızdasa əgər N hərfi ilə adı idi, səhv eləmirəmsə, adı N ilə başlayanlar və maaşı idi, yoxsa iş nömrəsi idi, nəsə 400-dən böyük olanlar seçilirdi. Biz ona uyğun sorğu tətbiq etməli idik ki, ikinci cədvəl alınsın. Üzr istəyin. Deməli, o tipdə bir sual vardı. İndi burada birinci cədvəldə təxmini özümdən qeyd edeyim, imtahanda rastınıza çıxsa yolunu bilin. Birinci cədvəl tutaq ki, verilib. Məsələn, burada bir neçə belə cədvəl olsun. Tutaq ki, adlar yazılıb. Burada, məsələn, Nigar yazılıb. Məsələn, burada Sevil yazılıb. Burada Səbinə yazılıb. Daha sonra deməli, burada məsələn Səma yazılıb. Belə bir adlar qeyd olunub. Və müəllimlər, şərtdə birinci cədvəl budur. Tutaq ki, ikinci bir cədvəl alınıb. İkinci cədvəldə də yenə ad yazılıb. Çox sərgəl cədvəl çəkdim. Ad yazılıb və burada məsələn Səbinə qalıb. Səbinə. Burada isə Səma adlı iştirakçılar qalıb. Və biz bu iki cədvəl arasında əlaqə qururuq ki, yəni bu cədvəldə neynədir ki, bu ikisi qaldı. Məsələn, desək ki, olsun ki, ad bərabər S ilə başlayanlar.
S ulduz yazaq. O zaman S-dən başlayan varsa, onda burada iştirak edənlər arasında sevildi olmalıdır. Axı S hərfi yoxdur. Deməli S-lə başlayan yox, başqa bir ortaq yönünü tapmalıyıq. Məsələn, bu yazdığıma uyğun Ə hərfini seçə bilərik. Tərkibində Ə hərfi olan, baxın, Nigar və Sevil sözlərində Ə hərfi yoxdur. Burada Səbinə və Səmada Ə hərfi var, onlar ekranda görünüb. O zaman bunu biz bu sorğunu yaza bilərik ki, ulduz. İndi Ə hərfi birində ortada gəlir, birində ikinci hərf və sonuncu hərfdir. Yaza bilərik ulduz Ə, ulduz. Ulduz. Yəni tərkibində Ə hərfi olan. Əgər sonu Ə hərfi olsaydı, onda bu sonuncu ulduzu yazmazdıq. Ya da əvvəli Ə ilə başlayan hərf olsaydı, burada məsələn ulduz olmazdı. Ya da ki, Sə hissəsi ilə, hecası ilə başlayanları bu cür yaza bilərik. Səbinə və Səmana. İkisi də Sə hecası ilə başlayır. Belə bir qiymət verə bilərik. Məsələn, burada da tutaq ki, topladığı ballar yazılıb. Ballar. Məsələn, tutaq ki, bu şəxs məsələn 90 yığıb, bu şəxs məsələn 85 yığıb, burada məsələn bu da 90-dır. Tutaq ki, bu da 92-dir. 92-dir. Deməli, burada məsələn lazımdır, ekranda görürük Səbinə və Səmada nəticəsi 90 olan, yəni 90-dan böyük olan. Gəl bunu 91 eləyim, düz gəlsin. Bu 91-dir, bu da ki 92-dir. Onda qeyd edirik and və ola bilər ki, burada başqa ə hərfi olan olsun. Məsələn, başqa bir adam da artırım, 50 yazaq. Amma ekranda 50 görsənmədi. Tutaq ki, 50-nin də qiyməti 40-dır. Amma ekranda 50 görsənmirsə, demək ki, bu ikinci tərəfdə önəmlidir. Yəni balı, bal sahəsi böyük olsun. Bunlar 90-dır. Çünki 90-dan kiçik olan ya da ki, bərabər olanı götürmədi ekranda. 90-dan böyük bərabər olanlar. Yəni seçilən sütunlarda hansı sütunlar qalıbsa və hansı oradakı elementlərin hansı ortaq yönləri varsa, ona uyğun sorğu tətbiq etməliyik. İndi orada 5 variant var, o 5 variantlara da uyğun bir-bir yoxlayıb seçə bilərsiniz. Ya da iki cədvəl arasındakı fərqə baxıb işləyə bilərsiniz. Daha sonra qonşuluq matrisi verilib, tillərin sayını tapın. Bunun da cədvəli yox idi. Deməli, mən burada tillər veriləndə, bu da sonuncu video izahlarda qeyd eləmişdim. Əgər qonşuluq matrisi verilibsə, bu deməkdir ki, yol varsa 1, yol yoxdursa 0-dan istifadə olunub. Və tillərin sayını tapın deyəndə, əgər bu istiqamətlənməmiş qrafdırsa, birlərin sayını tapsaq bəs eləyir. Ya da diaqonal üzrə bölüb 2-yə vurmalıyıq. Yox, tillərin sayını istəyir. 2-yə bölməliyik. Diaqonal üzrə bölüb bir tərəfdəki birlərin sayını tapa bilərik. Ya da ümumi birləri sayıb 2-yə bölürük. Çünki tili istəyir, biri yox. Ya da istiqamətlənmiş qraf, yəni diqrafdırsa, onda birlərin sayı bəs eləyir. Tutaq ki, belə bir kiçik bir cədvəl var. Baxın burada. Məsələn, bu A, B, C, burada da A, B, C yazılıb. Məsələn, bu 0-dır. A-dan B-yə yol var. A-dan C-yə də var. Tutaq ki, deməli, bu D. A-dan B-yə yol var. Məsələn, istiqamətlənmiş qrafda baxırıq, B-dən A-ya da yol var. A-dan C-yə varsa C-dən A-ya da yol var. A-dan D-yə yol yoxdur. D-dən A-ya da yol yoxdur. B-dən B-yə, C-dən C-yə ilgək yoxdur. Bunu götürməyək. İlgək yoxdur deyib 1 yazıram. Diaqonal üzrə olanlar ilgəyi göstərir və həmin qiymətlərə 0 yazır. İndi B-dən C-yə tutaq yol yoxdur. C-dən B-yə də yol yoxdur. B-dən məsələn D-yə yol var. D-dən B-yə də yol var. Və burada C-dən D-yə yol yoxdur. Burada da yox qoyaq. Bu şəkildə qonşuluq matrisi budur. 0 və 1-lərdən ifadə olunur. Və tillərin sayını tapın deyəndə biz birinci baxmalıyıq, bu istiqamətlənmiş qrafdır, yoxsa istiqamətlənməmiş. Yəni A-dan B-yə bir qrafını quranda bu şəkildə yazırıq, yoxsa A-dan B-yə bir qövs çəkirik. Oxludur, oxsuz. Burada A-dan B-yə 1 yazılıb, B-dən A-ya da 1 yazılıb. A-dan C-yə 1-dir, C-dən A-ya da 1-dir. Deməli, istiqamətlənməmişdir. Yəni, adi əlaqəli bir qrafdır. Və burada müəllimlər tillərin sayını tapanda ya ümumi birləri sayın 1, 2, 3, 4, 5, 6.
Alınan cavabı 2-yə alınır 3. Bölün daha doğrusu. Alınır 3. Ya da diagonal üzrə bir tərəfdə olan qiymətlərin sayını tapın. 2022-ci ildə müsahibədə bu sual soruşulmuşdu məndən. 2022-də yadımdadır ki, ya tilin sayını istəyirdi, ya birin sayını istəyirdi. Eynən bu tipdə bir sual vermişdi mənim. Demək, burada baxın, qrafını da qursaz, lap bu üsul yadınızdan çıxıb, qrafı da qursaz, A-dan B-yə 1-dir. A-dan C-yə o da 1-dir. Yəni A-dan C-yə yol var. B-dən A-ya çəkilib da təkrar 1-də çəkmirik. B-dən D-yə göstərilir 1-dir. C-dən A-ya çəkilib 1-dir. Daha sonra D-dən B-yə buradan da yol çəkilib, bunu da baxdıq. Daha başqa yol yoxdur. Deməli 1, 2, 3 eyni rəqəm alındı. Dediyim kimi, ya diagonal üzrə olan birlərin sayını tapın. 3 dənə birdir, cavab olur 1. Ya da ki, ümumi birləri tapıb 2-yə bölün. Bu olur tillərin sayı. Yox, əgər burada bu istiqamətlənmiş qraf olarsa, yenə müəyyən edirik. A-dan B-yə 1-dir, amma tutaq B-dən A-ya 0-dır. Deməli, oxludur. A-dan C-yə məsələn 1-dir, amma C-dən A-ya 0-dır. B-dən D-yə 1-dir, D-dən B-yə 0-dır. Onda oxlu çəkirik və neçə dənə 1 varsa sadəcə onun sayını götürürük. İlk iş istiqamətlənməmiş qrafdır, yoxsa dik qrafdır. Bunu müəyyən etməkdir. Müəyyən edəndən sonra da ona uyğun neçə bir var sayını, neçə til var onun sayını hesablayırıq. Deyirəm, aydındır. Daha sonra məmnun. Qrafda A-dan C-yə gedən müxtəlif yollarını sayını tapın. Bu tipdə də xeyli sual işləmişik. Məsələn, A-dan tutaq ki, əgər sadə qrafdırsa, yəni istiqamətlənməmiş qrafdırsa, onda kiçik qraf olmalıdır ki, biz onu bir-bir tapa bilək. Yox, əgər dik qrafdırsa, bu şəkildə oxlarla verilən qraf idisə, nömrələmə ilə hesablayırıq. Məsələn, buradan E-yə 1-dir. Bir də bura C-yə çəkək. Təxmini çəkdim. Qraf bu deyilmiş. Deməli, istiqamətli olanda ilk başdan çıxanlara 1 yazılır. B-yə daxil olan yol sayı 1 dənədir. B-dən çıxanları 1 deyə nömrələyirik. İndi C-yə gələn 1, 2. Üzərindəki rəqəmlər önəmlidir. 2 dənədir. C-dən çıxana 2 yazılır. E-yə gələn oxun tilin üzərinə 2 yazılır. E-dən çıxana 2 yazılır. D-yə gələn 1 və 2-dir, olur 3. D-dən çıxana da 3 yazılır. Yəni A-dan C şəhərinə 3 müxtəlif yolla gəlmək olar. Yəni bu üsulla həll edirik. Amma olar ki, burada bu oxsuz olarsa, deməli, bir dəqiqə oxlarını silim. Aha, deməli, o oxsuz olarsa bu şəkildə C. Aha. Onda bir-bir məcburuq tapaq və belə halda qarışıq bir qraf verilmir, çünki onu tapmağımız çətin olar. Onda deyirik A-dan B-yə, B-dən D-yə, D-dən C-yə bir yol müəyyən edirik. A, B, D, C yolu. Daha sonra deyirik A-dan B-yə, sonra C, Y, D, C müxtəlif yollar tapırıq. A, B, C, Y, D və C. Daha sonra A-dan C-yə, C-dən Y-yə, Y-dən D-yə, C-yə. Yəni bu şəkildə hesablamalıyıq. Amma oxlar olanda bu şəkildə tapmaq vaxt itkisinə səbəb olur. Ona görə bir-bir üzərində başlayıb nömrələməliyik. Daha sonra 15-də təkrarla belə bir sual verir. Proqramında bağa neçə dəfə sağa 70 dərəcə dönər? Neçə dəfə dönər? Təkrarlanmanın sayını istəyir. Təkrarla 3 dəfə yazılıb. Biz birinci təkrarla ilə daxil olub içəridə 5 dəfə, 5 dəfə. Çünki təkrarla 5 dəfə, 5 dəfə sağa doğru döndəririk. Deməli, birinci dəfə daxil olanda 5 dəfə döndərir. Sonra təzədən sola 45 eləyir. Yəni, bu 5 dəfə bitəndən sonra bir sərbəst kimi bunu yerinə yetirir. Sonra təkrar başa qayıdır. İkinci təkrarlanma. İkinci təkrarlada bu təkrarla 5-i bir də 5 dəfə yerinə yetirir. Yəni, 5 dəfə irəli 100, sağa 70, irəli 100, sağa 70, 5 dəfə yerinə yetirir. Yəni, 5 dəfə sağa 70 gedir. Və üçüncü təkrarlanmada yenə 5 dəfə təkrarlanır. Yəni, birinci dəfədə bu sağa 70 dərəcəni 5 dəfə yerinə yetirirsə, digərində də 5 dəfə olacaq, üçüncüdə də 5 dəfə. Hərəsində 5 dəfəsə elə bu 3-ü 5-ə vursaq, alınar 15. Deməli, 15 dəfə sağa 70 dərəcə dönər.
Sadə bir sual idi, yəqin ki, aydındır. Daha sonra Alpolqaya aid ikinci bir sual, 6 proqram verilib və nöqtələrin yerinə neçə yazılacaq, onu istəyir. Əgər mənimlə bu 6 proqramı çaşdırırsa, gəlin onu oradan ləğv edək. Yazaq ki, təkrarla 2, təkrarla 2, mötərizə açılır. Bu alt proqrama rast gələndə bura keçid eləyir axı. Və bura keçid eləyəndə həmin alt proqramın qiyməti budur. Yəni bu alt proqramın yerinə elə götürüb bunu yaza bilərik. Yazarıq təkrarla 3, irəli 100, irəli 100, sağa da 120. Bu şəkildə. Və sual, nöqtələrin yerinə hansı komanda yazılmalıdır? Burada belədir ki, müəllimə bu təkrarlanı yerinə yetirdi. Bu yazını bura kopyaladıq. Bəs bu təkrarlanmanı da bir dönmə bucağına vurmaq lazımdır axı. Burada təkrarlanmanın dönmə bucağı verilib, amma burada verilməyib, nöqtə-nöqtə qoyulub. Həmin bu nöqtəni tapmalıyıq. Deməli, mötərizənin içərisindən birinci başlayırıq sağa. Təkrarla 3 dəfə sağa 120 dərəcə. Təkrarlanmanın sayını dönmə bucağına vuranda 360 alınır. Deməli, düzgün bir üçbucaq çəkir. Üçbucağı çəkib. Və həmin üçbucağı 2 dəfə təkrarlayıb. Bəli, 2 dəfə təkrarlayıb. Bəs dönmə bucağı necə olub ki, dönmə bucağı olmasa üst-üstə çəkər. Bu 2 dəfə çəkib. Birinci dəfədə bağa üzü yuxarı dayandığını əzbər bilməz. İrəli 100, sağa 120. İrəli 100, belə getməli idi, sağ tərəfə 120 döndü. İrəli 100, sağa 120 və bu birinci 3 dəfə təkrar edəndə başladığı nöqtəyə geri qayıdır. Yəni, bağa üzü yuxarı istiqamətdə baxır. Və o təkrar bu istiqamətə dönməlidir ki, təkrar ikinci dəfə bunu təkrarlayanda irəli 100, sağa 120, irəli 100, sağa 120 gəlib bu nöqtəyə çata bilsin. Deməli, üzü yuxarı istiqamətdə baxırdı və indi aşağıya baxır. Bu şəkildə isə demək artıq bu aradakı bucağı müəyyən etməliyik. Aradakı bucaq da 120 dərəcəyə bərabər olur. Yəqin ki, variantlarda indi buna uyğun suallar olar. Birinə 90 yazar, birinə 120. Məsələn, 90 dərəcə olsaydı, bağa bu istiqamətdə dönərdi və başlayardı belə bir üçbucaq çəkməyə. Fiqurun tərsi. Amma bu üzü yuxarı baxır. Baxın, bu istiqamətə baxır. Birinci fiquru çəkəndə gəlir başlanğıc nöqtəsinə. İkinci dəfə bu istiqamətə dönür ki, burada başlayır çəkməyə. O da baxın 360 dərəcə 180-də axı. Ümumi 180-də də açıq bucaqdır bu. Bu 180-in bu 120-120 dönəndə burada bir 60 dərəcə alınır. Düzgün bir üçbucaqdırsa, bütün tərəfləri bucaqları bərabərdir 60 dərəcə və bu da 60 dərəcə. 180-in deməli 60-ı burdadır. 60-ı burdadır. Onda bu da 60 olmalıdır. Ümumi açıq bucaq 180-də axı. Və bağa üzü yuxarı baxıb, sonra bu istiqamətə baxırsa, arada 2 dənə 60 olur. Yəni bu arada 2 dənə 60 var, alınır 120. Bəlkə variantlarda elə sual var ki, heç bunu incələməyə ehtiyac yoxdur. Elə cavab var ki, bunu incələməyə ehtiyac yoxdur. Elə variantdan baxırıq ki, kör bucaqdır, bir dənə də kör bucaq var, onu seçə bilərik. Variant yoxdur deyə bunu izah etdim ki, yəni burada 2 dənə 60 var, ona görə nöqtələrin yerinə 120 yazılmalıdır. Daha sonra müəllimlər 17-ci sualda deməli bu sual tipində eyni ilə bu sual tipi bu il ayın 1-i keçirilən blok imtahanında var idi. Birinci qrupların blok imtahanına düşmüşdü. Ancaq orada info yox, Python yazılmışdı. Orada da silmə idi, silməni yerinə yetirir, sonda bu qədər Python sözü qalıb, cavab neçə idi. Belə bir və həll üsulu da eynən onun kimidir. Boşluq olmadan bir neçə info sözü ardıcıl yazılıb. Deməli, yazılıb info, info, sonra bir də info. Neçə dənədir bilmirik. Bir neçə dənə info sözü yazılıb, aralarında boşluq belə yoxdur, bitişikdir. Və qeyd edir, kursor birinci info sözündən dərhal sonra yerləşdirib. Yəni, info sözündən dərhal sonra burada dayanır kursor. Və aşağıdakı addımlar yerinə yetirilib. Birinci dəfə backspace 2 dəfə sıxılıb. Sonra sağa ox klavişi də 2 dəfə sıxılıb. Yəni, sağa 2 addım keçib. Bu əməliyyatı da 10 dəfə icra edib. Deməli, birinci dövr. Biz backspace düyməsini 2 dəfə sıxaq. Backspace sol tərəfə silir. Yəni, sola 1, 2. Delete sağa silirdi. Demişdim, düymələr əzbər bilin. Backspace sola silir. İkisini sildim.
Və ardı ilə hələ birinci dövrdəyik. Birinci əməliyyatı etdi, sildi. Sonra iki dəfə bu sağa ox keçirilib. Bu da iki simvol sağa keçir. Kursor i hərfi ilə n hərfinin arasında da başqa hərf qalmadı. İki simvol sağa keçəndə 1, 2. Yəni gəlib burada dayanır. N ilə F-in arasında dayanır. Birinci əməliyyat bitdi. Biz baxdıq ki, burada birinci dəfədə fonu sildi. Nəsə bir qayda tuta bilmir. İkinci dəfəsinə baxaq. İkinci dəfə bir də təkrar eləsin. Backspace iki dəfə sıxılır. İndi kursor buradadır axı. Backspace iki dəfə sıxılanda solda olan bu iki simvolu silir. Özündən solda birbaşa gələn simvollar silir. Daha sonra deyir, klaviş iki dəfə sıxılır sağ klavişi. Bir, burada F-dən əvvəldə idi. Bir dəfə bura keçir, ikinci dəfə gəldi bura keçdi. Və müəllimlər iki dəfənin sonunda nə görürük? Görürük ki, burada 4 dənə simvol silinib. Baxın, İ, N, F, O. Info sözü silinib. Ekranda hal-hazırda bayaq neçə info var idi? 1, 2, 3. 3 dənə info var idi. 2 dəfə dövr eləyəndə infonun biri silinib. Baxın, info 1, info 2. Yəni 2 dəfə dövr edəndə bir dənə info silinir. Bu qaydanı tutmalıyıq, bu məntiqi tutmalıyıq ki, neçə dəfə dövr eləyəndə bir dənə info sözü silinir. Deməli, yazırıq 2 dəfədə bir söz silindi. Bəs 10 dəfə icra etsə, deməli 10 dəfədə də 5 dənə söz silinəcək. Yəni 5 dənə söz deyəndə 5 dənə info sözü silinir. Bunlar icra olunandan sonra 2 dənə info qalıb. Demək ki, əvvəldə 7 imiş, bizdən əvvəldə olanı istəyir. Əvvəl 7 simvol, 7 info sözü var imiş. 10 dəfə bunları ardıcıl yerinə yetirəndə sonda 2 dənə, baxın, info, 2 dənəsi qalıb. Yəqin ki, aydın. Dediyim kimi, kanalda ayın biri olan blok sualının izahları var. Orada da Python sözü idi. Cavabda 12 çıxmışdı. 2 dənə Python qalmışdı. Orada da eynən 10 dəfə deyəsən icra edirdi və ya da 20 dəfə idi. 20 dəfə idi deyəsən. Orada da 2 dəfə dövr eləyəndə bir Python silinirdi. 2 dövrdə bir Python silinirdi. 10 dəfədə də 20 dəfədə də 10 Python silinmişdi, 2 qalmışdı. Əvvəlkini istəyirdi. 12 olmalıydı. Bu sualda da eyni. Birinci dəfədə for silinir, müəyyən edə bilmirik nə gördüyünü. İkinci dəfədə baxırıq, in hissəsi silindi. Yəni 2 dövrdə bir dənə info sözü silindi. 10 dövrdə də 5 dənəsi silinir. Və sonda bunlar icra olunandan sonra info qalır. Yəni 2 söz qalır. Əvvəl neçə info idi? 5-i silinib, ikisi qalıbsa, demək ki, əvvəldə 7 info yazılıb ekranda. Belə, ola bilər ki, şərtində nəsə başqa əlavələr ya variantlar, nəsə yadınızda qalarsa qeyd edərsiniz. Daha sonra bu sual 18-ci sualda maraqlı sual idi. Bu tipdə işləmişdik. Biz sadəsinə baxmışdıq. Yəni toplamasına ayrı, vurmasına ayrı hesablamışıq. Hamısı bir misalda istifadə, yəni bu tipdə işləmişik, uzun sözün qısası. Burada 62 və 129 biraz gözə qəribə dəyir. Çünki biz onları 2-nin qüvvətlərinə gətirməliyik ki, 8 hissə sisteminə çevirə bilək. Amma burada demək, 2-nin qüvvətinə gəlmirsə, biz onu 2 toplananın 2-nin qüvvətləri toplananları o şəkildə yazmalıyıq. Məsələn, biri 62-dir, digəri isə 129-dur. Demək, burada 62-ni müəllimlər yaza bilərik. 60, məsələn, toplama şəklində həmişə yazmışıq. Bu dəfə çıxma ilə yazaq. Çünki burada toplama yazsaq, biz bunu maksimum 32 üstəgəl 20 neçə? 32 üstəgəl 30 kimi yaza bilərik. O da ikinci 30 problem yaradır. Onda 62-nin kvadratı bərabərdir. Biz bunu 64 çıxılsın 2-nin kvadratı kimi yazaq. Və 64 2 üstü 6-dır. Bu 2 isə 2 üstü 1-dir. Onun kvadratı. Gördünüz, hər birini 2-nin qüvvəti kimi yaza bildik. Məqsəd budur. Və burada müəllimlər müxtəsərə görə bunu sadələşdirək bu birincini. Olur 2 üstü birincinin kvadratı 2 üstü 12, birincinin ikinciyə hasili 2 üstü 7 alınır, üstlər toplanılır. Bir də əlavə düsturda 2 misli var. Alınır 2 üstü 8. Üstəgəl 2 üstü 1, onu da kvadrata üstəldəndə 2-nin kvadratı alınır.
Deməli, bu 62-nin kvadratı buna bərabərdir. Yəni 2 üstü 10, 2 çıx 2 üstü 8 dəcə 2-nin kvadratı. Və vurulsun. Bunu mötərizəyə alıb vururuq 2 üstü 7-yə. Üstəcə. İndi 129-u sadələşdirək. 129-un kvadratı bərabərdir 128 üstəgəl 1-dir. O 1-i də 2 üstü 0 deyə göstərə bilərsiniz. Ya da 1 olaraq qalsın, problem deyil. Yəni bu 2-nin qüvvətinə rahatlıqla gəlir. Burada bu mötərizə 2 üstü 7-dir. 2 üstü 7 üstəcə 1-in kvadratı. Mötərizəni müxtəsərə görə açanda birincinin kvadratı olur 2 üstü 14. Birincinin ikinciyə hasilinin 2 misli. Elə 1-i vuranda 2 üstü 7-dir. Bir də əlavə olaraq 2-yə vuranda 2 üstü 8. Üstəcə 1-in kvadratı. Deməli, ikinci bu vuruq da buna bərabərdir. Yəni üstəcə yazırıq 2 üstü 14, üstəcə 2 üstü 8, üstəcə 1 və vurulsun 2-nin kubu. Əlavə olaraq da 2-nin kubuna vururuq. Və burada müəllimlər nəsə islah olunur, mənfi var, burada islahlıq yoxdur. Burada mötərizəni açaq. Yəni bu mötərizənin içərisindəki elementlər 2 üstü 7-yə vururuq. Bunların hər birini isə 2 üstü 8-ə vururuq. 2 üstü 12-ni 2 üstü 7-yə vuranda alınır 2 üstü 19. Minus 2 üstü 8-i 2 üstü 7-yə vuranda üstlər toplanılır. Bu əsaslar eynidirsə üstlər toplanılır. 8 ilə 7 oldu 15. Burada 2 ilə 7-ni toplayanda 2 üstü alınır 9. Üstəcə 2 üstü 14-ü 2 üstü 3-ə vuranda olur 2 üstü 17. Üstəcə 2 üstü 8-i 2-nin kubuna vuranda 2 üstü 11 və 1-i də buna vuranda elə 2 üstü 3 alınır. Üstəcə 2 üstü 3 bərabər. Bizdən istənilir 8-li say sisteminə çevirməyimiz. Bunun hər birini 2-nin kubu şəklində yazıb hesablayırıq. Əvvəlcə buna baxaq. 219-dan 8-i ayırsaq 2-nin kubunu 19-un içərisinə 3 6 dəfə. 6 dəfə 3 18 qalır 2 üstü 1. 2 üstü 1 elə 2-dir. Özündən sonra da 6 dənə 0. 3, 4, 5, 6. 6 dənə 0 deməli. 6, 12, 19. Aha, düz. Daha sonra burada minus 215 var. 215'i tapaq, sonra çıxmalıyıq burada. Deməli, 2 üstü 3'ü ayıranda 15'i içində 3 5 dəfə, 5 dəfə 3 15 sağ sol bərabərdir. Bərabərsə qarşıya 1 vuraraq da. Və ədəd 1 ilə başlayır, özündən sonra 5 dənə də 0. 2, 3, 4, 5 dənə 0. Və burada müəllimlər hələ digərlərinə keçməmiş, baxın bunlara keçməmiş, bu ikisini çıxaq. Deməli 2 özündən sonra 6 0 idi. 2, 3, 4, 5, 6. Çıxırıq 5 dənə 0 və 1-i. Və bunun 8-likdə olduğunu da unutmayın. 8-lik say sistemi. 0-dan 0 çıxanda 0. Yenə 0. Yenə 0, 0, 0. Burada 0-dan 1 çıxa bilməz. Bundan buna bir dənə 8-lik verir. Axı 8-lik say sistemindədir. Çünki biz burada 8-liyə çevirdik. Götürüb orada ona 10 verməyin. Riyaziyyatdan hesablamayın onluqda. Ondan 1 çıxanda 9 eləyir. Axı 8-lik say sistemində 9 yazıla bilməz. Yanlışdır. Deməli, bundan buna bir dənə 8 verir. 8-dən 1 çıxır, 7 qalır və bu da 1 idi, 1-i də qarşısına atır. Daha sonra bu çıxmanı yerinə yetirdik. Deməli, bu ikisini hesablamışıq. İndi bunları çevirək. 2 üstü 9, böyüyə baxaq, 2 üstü 17. 2 üstü 17-dən 2-nin kubunu ayıranda 5 dəfə 3 15. Burada da 2 üstü 17-dir, yəni 2-nin kvadratı qalır. 2-nin kvadratı 4-dür, özündən sonra 5 dənə 0. Toplamadır, bunun üzərinə həmin qiyməti gəlməliyik. 4, 5 dənə 0. Daha sonra müəllimlər bunu etdik. 2 üstü 11-ə baxaq. 2 üstü 11-i ayıranda 2-nin kubunu 5 dəfə, daha doğrusu 11-in içində 3 dəfədir. 3 dəfə 3, 9. 2-nin kvadratı qalır. 2-nin kvadratı 4-dür. Özündən sonra da 3 dənə 0 atılır. Yazırıq 4000. Sonra burada qaldı 2'nin 9, 2 üstü 9, 2 üstü 9'dan da 2'nin kubunu ayıranda 3 dəfə 3 9 və qarşıya misal 1 düşür. Bu da olur 1 0 0. Yazırıq 1 0 0 və 2'nin kubu. 2'nin kubunda 8'liyə keçirəndə 2 üstü 3'ü ayırırıq. Bir dəfə qarşıya misal 1 düşür. Ve 1 yazılır, özündən sonra da bir dənə 0. 1, özündən sonra bir dənə 0. Və bunları toplayırıq. Yenə də 8-likdə olduqlarını unutmayaq. Artıq hamısını 8-lik say sisteminə çevirdik.
Sıfırları toplayanda 0, 0 ve 1'i toplayanda 1. Burada da 0 ve 1'i toplayanda 1'di. Daha sonra 0, 0, 4'ü toplayanda 4, 0, 0'ı toplayanda 0 ve tələ buradadır. 7 ilə 4'ün üzərinə gələndə 11. 1 yazaq 1 mi yadda qalsın? Yox, axı 8'lik say sistemindədir. 11'in içində neçə 8 var? Bir dənə 8 var. Çıxırıq 3 qalır. Həmin 3'ü gətirib yazırıq. Bu 1 yadda. 1, bir də yaddaydı oldu 2. 2'nin içində 8 yoxdur deyə elə özünü yazırıq. Yəni belə bir ədəd alınır. Və burada 8'li say sisteminə keçirin deyib bu şəkildə ədəd axtarır. Bəzi müəllimlər deyir ki, orada sıfırlar istənir, bəziləri deyir sıfır istənilmir. Ona görə yəni sıfırın sayı istənilirsə deyərik 1, 2 dənə, 1'in sayı istənilərsə yenə 2 dənə, ümumi ədəd istəyərsə nəticədə elə bu alınır. Yəni burada bu hissəni 62 və 129'u biz 2'nin qüvvətləri şəklində salırıq. Müxtəsərə görə mötərizəni açıb hesablayırıq və burada da paylama qanununa görə. Yəni riyaziyyata gedirik biraz. Paylama qanununa görə mötərizəni vurub açsın. Daha sonra da hər bir toplanan nəsə islah olunur. Məsələn, bu 215 olsaydı rahat olardı ki, bunları islah edərdik. Amma olmadı. Ona görə hər birini 8'li say sisteminə keçirib sonra da çıxma və toplamanı yerinə yetirib belə bir nəticə alın. Maraqlı bir sualdır. Miqdə də gözləyirəm bu tipdə sual. Sonra burada 19-cu sualda burada müəllimlər dedi belə işarələr deyil. Bəli, yazılıb ki, not A, daha doğrusu bu inkar notu göstərir. Yazılıb A, konjunksiya B, konjunksiya not C. Deməli, notu da bu cür göstərirsə, belə bir sual elə sadəcə bu işarələri axtarmaq vaxt aparacaqdı simvolun içərisindən. Ona görə notla əvəz elədim. Yəni, məntiq baxımından bu not A deməkdir. Bu da not C deməkdir. Aradakılar da vurmadı. Eyni bu mənaya gəlir. Sualı belə görüb deməyin ki, belə bir sual yox idi. Yəni, bunun sinonimidir. Soruşur ki, məntiqi ifadənin doğru qiymət alması üçün ABC neçə olar? Və müəllimlər deyir ki, ABC variantlarında A bərabər 1, B bərabər 0 belə bir yazılar var imiş. Burada bu ifadənin doğru qiymət alması üçün, yəni 1'ə bərabər olması üçün. Keçən ilin MİQ-ində də var idi bu tip sual və soruşurdu ki, neçəsi, bu qiymət neçə halda 1 alır, neçə halında 0 alır. Sonuncu sınaqlara bu tip suallar salmışdı. Burada vurma əməlidir. Gəlin bunu vurma ilə əvəz edək. Deyək ki, A-nın inkarı vurulsun. İnkarı bu cürdə, bu cürdə, daha sonra bu şəkildə də göstərə bilər. Başında bir vergüllə də yaza bilər. Konjunksiya, yəni vurulsun B, vurulsun C-nin inkarı. Və bunun cavabı 1 olmalıdır. Bəs vurmalarda nə vaxt 1 olur? Konjunksiyada gərək bunlar əhddə axı. Əhddə hər tərəf doğru olmalıdır ki, cavab doğru alınsın. Burada da hamısı 1 olmalıdır ki, cavab 1 olsun. Yəni bu 1'dir. A-nın inkarı 1 olur. B-nin inkarı, B də 1'dir. Bu vuruq da 1 olmalıdır. 1 vurulsun, 1 vurulsun, 1 alır. Əgər bunlardan hansısa 0 olarsa, 0 vuranda cavab avtomatik 0 verir. Deməli, bir dənə bu hal var. Və burada A, bu vuruq bütövlükdə 1 olmalıdır. Onda A-nın yerinə 0 yazaq ki, 0'ın inkarı 1 versin. B-də inkar yoxdur. Elə B-nin qiyməti 1 alınır və burada eyni A-dakı kimi C-nin hansısa bir ədədin inkarı 1 verir. Deməli, həmin ədəd 0 imiş. Yəni, burada 0'ın inkarı 1'dir. Vurulsun B, yəni 1 və C-nin inkarı, yəni 0'ın inkarı. 0'ın inkarı da 1. Bunlar bir-birinə vuranda nəticə doğru alınır. Yalan qiymət desəydi 0 axtarardı. Orada da bir 15 dənə 2, 4, 8, yox 7 dənə nəticə, 7 dəfə 0 qiymət alına bilərdi. Deməli, A-nın 0, B-nin 1 və C-nin 0 halında qiyməti ifadənin qiyməti doğru alır. Variantda bunu axtarmalısınız. Daha sonra müəllimlər, bu sual deyəcəksiniz belə deyildi. Bəli, aşağıda qeyd eləmişəm. Sadəcə atılan yazıların birində, sualların birində belə gördüm. Dedim ki, bəlkə belə bir sual düşüb. Aşağıda yazmışam. Burada əgər belə sual yox idi, amma yenə də deyim. Len S istənilsə, bu kiçik S olmalıdır. Bir dəqiqə bunu yazın. Əgər yuxarıda böyük S, aşağıda kiçik S istəyirsə, o xəta baş verir. Burada len S deyəndə S-in içərisindəki sayı, sadəcə dırnaqlar nəzərə alınmır. 3, 6, 9, 10, 13, 14, 15. Yəni nəticə 15 alınır, əgər belə bir sual, sadə sual düşərsə.
Daha sonra müəllimlər 21-ci sualda səhvlik var dedilər, amma səhv yoxdur. Düzdür, cavab 33-ə bərabərdir, 63 deyil. Sadəcə orada bir hissədə diqqətli olmalıyıq. Demək, burada müəllimlər K A bərabərdir qiymətlər verilib. K bərabər len A. Sayanda 3, 6 dənə qiymət var. Fourier range 0-dan 6, yəni 0-dan 5-ə qədər qiymət alır. I bərabər 0, 1, 2, 3, 4, 5. İ'nin 0 qiyməti ilə daxil ol. Burada buna diqqət eləməliyik bu hissədə. Demək, A-nın qiyməti budur. Bir dəqiqə. Aha. A-nın qiyməti belə bir yazı yazılıb. İ'nin 0 qiyməti ilə daxil olur dövrə. I bərabər 0. Deyir A-ya insert əlavə et. A-ya əlavə et. İ'ninci yerə, bu birinci gələn nömrəni göstərir. Yəni 0-cı yerə A-i vurulsun 2. Bəs i neçə idi? 0 idi. Yazırıq A0 vurulsun 2. A-da 0-cı element neçədir? Bunu nömrələyəndə 0, 1, 2, 3, 4, 5. A-da 0-cı element hazırda 1-dir. Yəni sonra dəyişə bilər. Hal-hazırda 1-dir. Bunun yerinə yazırıq 1. 1-i də 2-yə vuranda alınır 2. Hemen baxın, bu hissə oldu 2. Bir A-ya əlavə et. Nömrəsi 0 olan yerə 2-ni. A siyahısında nömrəsi 0 olan budur da 1-dir. Burada deyir 2-ni əlavə et. Buradan heç nəyi silmir. Sadəcə elə edir ki, bu dəfə nömrəsi 0 olana 2 düşür. Yəni bundan əvvələ bir dənə 2 atır. Nömrə 0 idi bu. Bunu arxaya itələyir. Gətirir onun yerinə əlavə edəcək ədəd atır. Yəni 2-ni atdı. Bu dəfə 0 budur. Həqiqətən 0-cı yerə 2 düşdü. Artıq bu da özündən sonra gəlir. Yenə deyirəm, biri silmir. Təkrar bir də dövrə qayıdır. İndi i-nin bir qiyməti ilə daxil olur dövrə. I-nin qiyməti 1 olanda A-ya əlavə et, A nöqtə insert. A-ya əlavə et i-ninci yerə, yəni birinci yerə A-i, yəni A1, i-nin yeni qiyməti vurulsun 2. Bəs A1 neçədir? Siz gedib bu köhnə cədvəldə, köhnə qiymətdə, siyahıda 1 deyə gəlib bu 2-ni götürmürük. Çünki siyahı yeni qiymət alıb və dəfələrlə demişdim ki, yeni qiymət alınanda köhnəni silin. Yəni artıq bu köhnə bizə lazım deyil. Bir orada birinci yerə, baxın 0, 1. Nömrəsi 1 olan artıq yenə 1-dir. Bu hissəyə A1, A1 daxı 1-dir. 1 vurulsun 2. Bayaq da 1 vur 2 idi. İndi də A1-də duran element 1-dir. 1 vurulsun 2, yəni 2-ni əlavə edir. Nömrəsi 1 olana 2 əlavə edir. Yenə elə eləyir ki, burada bir 2 olur və həmin biri özündən sonraya atır. Demək, ardıcılıq olur 2, 2, 1. Yəqin ki, aydındır. Deməli, burada bir dənə 2 atsa, baxın bura. Nömrəsi 1 olana 2 düşür. Artıq bu 1-i özündən sonraya atır, onun nömrəsi 2-dir. Yəqin ki, aydın. Sonra təzədən bir də mənimlə i-nin 2 qiyməti ilə i-ni göstərirəm. i bərabər 2 olanda burada a-ya əlavə et, a nöqtə insert. i-ni, yəni 2-ni, vergül. a-i vur 2, yəni a2 vurulsun 2. a2 neçədir? Nömrələnməni təzədən göstərsəm, dəqiqə bunu düzəldim. Aha. Nömrələnməni təzədən göstərəndə bu 0-dır, bu 1-dir, bu 2-dir. İkinci yerə yenə 1 düşür. Baxın, bayaq da 1 idi. Ondan sonra da 1 oldu. İndi də 1-dir. A-da ikinci element 1-dir. 1-i vur 2-yə. Yenə alınır 2. Yəni nömrəsi 2 olana 1 də 2 əlavə et. Nömrəsi 2-yə qədər olanlar yazılır. Alınır 2, 2. Nömrəsi 2 olana 1 də 2 yazmalıyıq. Nömrəsi 2 düşənə 1 də 2 yazılır və bu 1 özündən sonra atılır. 1, 2, 3, 4, 5, 6. İkinci aydındır. Deməli, bu proqramı 3 dəfə yerinə yetirdik və hər dəfə bu 1-dən əvvələ 1, 2, 3 dənə 2 əlavə elədik.
Deməli, bu sonra 3 dəfə də var. Birdən əvvələ bir də 3 dənə qiymət əlavə edir. Yəni, ümumilikdə 6 dəfə dövr edir. Hər dəfə də birin əvvəlinə bir dənə 2 atır. Deməli, birin əvvəlində 6 dənə 2 olacaq. 6 dəfə 2 12-dir. Sam istənilir cəmi. 6 dənə 2-ni toplayanda alınır 12. Birdən 6-ya qədər ədədlərin hasili də 21 verir. 12-nin üstə 21 gələndə nəticə olur 33. Yəni hər dəfə buradakı bu köhnə qiymət sayılır. Hər dəfə bunun əvvəlinə 1 dənə 2 atılır və bu 1 nömrəsi elə 0-dan 5-ə qədər dəyişmiş olur. Hər yeni qiymətə köhnə qiymət silinir və hər dövrdə birin əvvəlinə bir dənə 2 atılır. 6 dəfə dövrdürsə, birin əvvəlində 6 dənə 2 olur. Dövr bitəndən sonra sam cəmlədir və cəmləyəndə 6 dənə 2-ni toplayanda 12, bir dənə 6-ya qədər ədədlərdə olduğu kimi qalır, onları da toplayanda 21. Nəticə alınır 33. Yəqin ki, aydındır. Təkrar yenə baxarsınız. Sonra deməli 21-i yazdıq. 22-ci sual, bu da Pythondan maraqlı sual idi. Pythondan bəzi suallar var, onlar yada düşmədi yazaq. Deməli, n bərabərdir, belə bir sətr tipi verilib. SH bərabərdir, siyahı boş. Burada SH-dır, indekdir, nə bilim, sonra nə var idi? SH alt var idi. Bunlar sadəcə bir dəyişəndir, hansısa bir işi görür. SH bərabər bir boş siyahıdır. Alt bərabər n-də 2-dən 4-ə. 0, 1, 2, 3, 4. Son qiymət heç vaxt götürülmür. Yəni deyir 2-də başla, 3 də daxil olmaqla. 2-dən 3-ə. 2-dən 3-ə B-A-dır. Bura atırıq B-A. N-də deyirdi, ona görə gedib N-dən götürürük 2 ilə 3-ü. Deməli, alt dəyişəni bərabərdir B-A-ya. Burada indek bir dəyişəndir. Bunu hesablasaq, deyir n-də indeksini götür, 6. 6 da B-aydı axı, yəni B-A-nın indeksi istənilir. Özü də n sətrində. Sayırıq, B-A ilk budur. İndeks ilk rast gəldiyini götürür və ilk rast gəldiyinin nömrəsini götürür. 0, 1, 2 yazanda ba birləşməsi budur. Onun nömrəsi 2, 3-ə düşür. Və dedim ilk rast gəldiyi də 2-dir. Deməli, indekin qiyməti 2 oldu. Sonra dövrdə soruşur, indek fərqlidir -1-dən. İndek 2 oldu axı. 2 fərqlidirmi -1-dən? Bəli. Vayla hə deyir, düşür S-ə. Dövrə. Bir SH-a, SH-da boş bir siyahıdır. Boş siyahıya əlavə et indeki. Bəs indek neçə idi? İndek 2-dir. Bu indekslə qatmayın. Bu dəyişən. Əlavə et. 2-nə əlavə etdi bura. Daha sonra keçir bura. İndek bərabər. O yeni qiymət alacaq. İndek bərabərdir. N-də axtar. N.find. N-də axtar. Alt. Alt bir dəyişəndir. Gəlib alt sözünü axtarmayın. Alt dəyişəni ba birləşməsinə bərabərdir. Yəni deyir n-də axtar banı. Amma indek plus 1, indek ən son 2 idimi? 2 isə gəl 1 olur 3. Vergül. Len n. Len n-də bunun sonuna qədər olan qiyməti istəyir. Yəni deyir sona qədər axtar. Len n-i saysaq 4, 8, 10, 13-dür. Bax, bu 13-ə bərabərdir. Bir 13. Sadəcə mənə dəyişənlərdə diqqət eləməliyik. İndekin yerinə başqa bir dəyişəni yazmayın. Demək istəyir ki, sadələşdirdik. N sətrində burada axtar, banı, amma 3 ilə 13 aralığında. Deməli, nömrələsək 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 3-də başla, son qiymət heç vaxt götürülmür. 3-dən 13-ə qədər, yəni buradan başlayıb, bu sona qədər banın indeksini istəyir. Özdə ilk rast gəldiyi. İlk rast gəldiyi ba buradadır. Onun da ilk nömrəsi 5-dir. Demək, bu qiymət bərabər olur 5-ə. Aydın deyil. Təkcə bir də dövrə qayıdır. Validə axı, ikinci dəfə dövrə qaydanda yenə deyir, indek fərqlidir -1-dən. İndek yeni qiymət aldı, 5 aldı. 5 fərqlidir -1-dən. Bəli, fərqlidir. İndek bərabərdir.
Endə axtar indik bərabər. Endə axtar yenə deyir 6. 6 da dəyişməyib, elə yenə bağdır. Bir bağ anı axtar. Ee, Ama indek plus 1, indeki 5 aldıq. Yeni qiymət. Bu artıq köhnədir. Yeni qiymət 5-dir. 5 üstəgəl 1 olur 6. Len n də dəyişməyib. Belə 13-dür. Bu dəfə deyir, bağını 6, 13 aralığında axtar. Deməli, bayaq mənimlə 3-dən 13 axtarırdı. İndi 6-dan 13 axtarır. Məqsəd də bağını axtarmaqdır. Deməli, hər dəfə bağ birləşməsinin indeksini götürür. Baxın, bu dəfə 6-dan 12-yə. 6-da başlayır 12-yə. Bu aralıqda bağın indeksi neçədir? Bir dəqiqə arada bunu itirdim. SH-a əlavə et indeki. İkinci dəfə 5 fərqlidir mənfi 1-dən. Hə deyir, SH-a əlavə etməlidir indeki, yəni 5-i. SH da budur. Buna bir dənə 5 də əlavə edir. Onu arada itir. Bura bir dənə 5 əlavə edir. Deməli, bağını 6 və 13 aralığında axtaranda bağ birləşməsi buradadır. Və onun da nömrəsi 11-dir. Deməli, bu dəfə bu qiymət bərabər olur 11-ə. Find ilk rast gəldiyin nömrəsini götür. Deməli, burada appendix yerinə yetirdik, 11-i tapdı. Təkcə bir də dövrə qayıdır. İndek fərqlidir mənfi 1-dən. Sonuncu dəfə hə deyirik, çünki başqa bağ yoxdur. 11, 11 fərqlidirmi mənfi 1-dən? İfə hə dedi, vayla hə dedik. SH-a əlavə et indeki. Yəni, SH-a əlavə et indek 11-i, 11 əlavə etdi SH siyahısına və deyir indek bərabər. Bu dəfə mənfi 1 alınacaq. N-də axtar, n.find. N-də axtar alt. Alt da bağdır, dəyişməyib. Bağ birləşməsidir. İndek plus 1. İndek 11 oldu. 11 üstə 1 gəlir 12. Len n-də 13-dür. Bir n-də axtar bağını 12, yəni 13. Sonuncu qiymət götürülmür. Yəni 12-də gör bağ varmı? 12-də bircə dənə A hərfi var. Orada bağını axtar deyir və findin xüsusiyyəti o idi ki, axtarılan simvol tapılmayanda, birləşmə tapılmayanda mənfi 1 olur. 12-yə baxır, bir dənə A hərfi deyir, orada bağını axtar. Axı A-nın içində bağ yoxdur. O zaman nəticə olur mənfi 1. Və dövrə qaydanda indek mənfi 1-i aldı burada. Mənfi 1 fərqlidir mənfi 1-dən. Yox deyirik. Mənfi 1, mənfi 1-dən fərqlidir, bərabər. Yox deyir, dövrdən çıxardır və print sum cəmlə SH-ı. SH-ın qiyməti də 2, 5, 11 idi. 2, 5-i və 11-i cəmləyir, alınır 18. Deməli, bu proqramın gördüyü iş nədir müəllimlər? Baxın, 2 necə alındı? Bağın birləşməsindən. Baxın, burada bağdır. Birinci hecası düşdü 2-yə. Sonra gəldi növbəti baya. Bir dənə bunu böyüdüm. Bir dəqiqə. Baxın, burada müəllimlər. Deməli, biz birinci bağını axtarırdıq. Bu bağda birinci nömrəsi 2-dir. Sonra keçdi növbəti baya. Onun ilk rast gələn nömrəsi 5-dir. Sonra keçdi bu sonuncu baya və onun da ilk rast gələn nömrəsi 11-dir. Deməli, proqramın gördüyü iş bağ söz birləşməsinin ilk simvol nömrəsini cəmləməkdir. Deməli, bağda 2-isə düşdü, 2-ni topladı. Sonra buradakı bağ, BA 5-6-ya düşdü. İlk rast gəldiyi 5-də onu topladı. Və buradakı bağ birləşməsi isə 11-12-də ilk rast gəldiyini topladı, aldı 18. Proqramın gördüyü iş budur. Bunu deyər imtahanda nə uzun çəkdi vaxt çatmaz. Bir dəfə dövr etdiniz. İkinci dəfə dövrün sonunda artıq görünür ki, siyahıya, SH siyahısına həmin bağ birləşmələrinin nömrələri əlavə olunur. İndeksləri, nömrəsi fərqi yoxdur. Həmin o indekslər əlavə olunur və dövrdən çıxandan sonra da SAM da həmin indeksləri cəmləyir. Sadəcə məsələn B hərfi olsaydı deyərdik B1, B hərflərinin indekslərini cəmləyir. Bağ birləşməsi deyə bağ hecalarının, heca deyim, bağ hecasının nömrələrini cəmləyir. Birinci aydındır. Çətin sualdır, yəni imtahan tipli sualdır. O qədər asan sual deyil. Və burada müəllimlərdən biri bunu hesablayıb təəssüf ki, dövrün gövdəsi istənilir.
Şərtə mütləq baxırıq. İ-nin qiyməti 2 başlanğıcı göstərir. Birinci baxırıq range var. Bir range varsa bunlar başlanğıc, son və addımdır. Əgər range olmasaydı i bir dəfə 2-ni, bir dəfə 8-i, bir dəfə də bu 2-ni götürərdi. 3 dəfə icra olunardı. Demək, başlanğıc son addım. İ-nin qiyməti başlanğıcda 2-ni alır. 2 addımdan olur 4, 2 addımdan olur 6, 2 addımdan 8 ola bilərdi, amma sonuncu qiymət götürülmür. Dövrün gövdəsi neçə dəfə icra olunacaq? 3 dəfə. Qurtardı. 3 dəfə t-ni 2-yə vuracaq. Gövdəni istədiyi üçün sayını. Gövdə deyəndə təkrarlanan hissəni nəzərdə tutur. 3 dəfə dövr var. 3 dəfə t bərabər t vurulsun 2-ni hesablayır və dövrdən çıxır. Yəni cavab burada 8 deyil. Nəticəni müəyyən edin desəydi, gövdəni istəməsəydi, 1-i 3 dəfə 2-yə vurardı, onda 8 olardı. Dövrün gövdəsi istənir. 16 say sistemdə ən kiçik 2 rəqəmli ədəd neçədir? Bu tipdə bir sual vardı. Tam dəqiq bilənmədim. Müəllimə deyir ki, cavabı 1-0 idi. Ona görə belə nəticəyə gəldim. 16 say sistemdə ədədlər 0-dan f-ə qədərdir, 15-ə qədər. Və ən kiçik 2 rəqəmli deyəndə biz ən kiçik rəqəm ədədlərdən istifadə edirik. Deyərsə ən kiçik 0, 1-dir. Axı ədəd istəyir. 0-dan başlayan ədəd yoxdur. Ona görə ən kiçik 1 götürülür, sonra da 0. Riyaziyyatla əlaqələndirsək, desək ən kiçik 2 rəqəm nədir? Deyərsiniz 10. Niyə 0,1 demirik? Çünki 0-ın mənası yoxdur, 1 qalır orada. Ona görə bütün say sistemlərində 2 rəqəmli ən kiçik ədəd deyəndə 1-0 götürülür. 156 ədədlərini ikiliyə çevirdə sıfırların sayına qədərdir. Burada 156-nı 2-yə keçirəndə ya 2-yə bölmə qaydası ilə ya da asan bir üsul var idi. 2-nin qüvvətləri 1, 2, 4, 8, 16, 32, 64, 128, 256-nı yazmırıq çünki 156-nı keçməz. Bəs hansılar toplasaq 156 eləyir? 128-in üzərinə 28 gəlsək 156 eləyir. 28-i 16, 8 və 4-dən alarıq. Bundan bu 28. Demək bu 4 ədədi toplasaq 156-dır. Bunların mövqeyinə 1 yazırıq. İstifadə olunmayan ədədlərin mövqeyinə isə 0 atılır. Və sıfırların sayı istəsək 2, 4 dənə 0 var, 4 dənə 1 var. Neçə rəqəmlə də alınır? 8 rəqəmli deyərik. Yəni sonu nədirsə ona uyğun da alır. 2048 simvoldan ibarət olan mətnin həcmi 10 kilobaytın 8-də 1 hissəsidir. Bir sual var idi, ola bilər şərtindən nəsə yarımçıqlığı olar, səhvliyi olar. Qeyd edərsiniz ya da ki, sonda istənilən ifadə fərqli olar. 2048 simvoldan ibarət mətnin həcmi 10 kilobaytın 8-də 1 hissəsidir. Həcmin, yəni 10 kilobaytın 8-də 1-i. Və bunu bitə çevirək. Çünki biz əlifbanın gücünü tapmaq üçün i-ni tapmalıyıq, i biti. Ölçü vahidi uyğun gəlsin. Onu vururuq 213-ə, kilobaytdan bitə keçəndə və vururuq 8-də 1-ə. 8 2-nin kubudur, bu 1. Bu sürətdə məxrəcdə bunlar ixtisar olur, 210 qalır. Yəni 10 vurulsun 210. Bu oldu həcmin qiyməti, özü də bitmin. Simvolun qiyməti verilir. i düsturuna, h bərabər simvol vurulsun, i bit düsturuna görə i-ni tapanda həcmi simvola bölürük. Həcmin qiyməti bu 10 vur 211 və simvolun qiyməti 2048-dir. Bu da 211 demək. 210-dan 211 ixtisar gedir, 2 qalır. Onu da 2-yə böləndə alınır 5 bit. Əminəm ki, variantda 5 bit də var imiş. Əlifbanın gücünü istədiyinə görə bizdən eni istəyir, eni yox. I-nin qiyməti 5 bitdir. N bərabər 200 i düsturuna görə, yəni 200-dür. I-nin yerinə 5 yazırıq. Əlifbanın gücü olur 32. 32. Tamam. 32 bit deyə bilmərik, çünki bunun ölçü vahidi yoxdur. Deməli, əvvəlcə buradan 8-də 1 hissəsini tapıb 8-də 1-ə vurub həcmin neçə kilobayt olduğunu hesablayırıq. Kilobaytı bitə çevirib simvol h bərabər simvol vur i bit düsturuna görə də simvola böldük. 2048-də 211-dir. İxtisar gedir 5 qalır. i-nin qiyməti 5-dir. Əlifbanın gücü, yəni eni istəyəndə də 205 32-yə alınır. Daha sonra müəllimlər, bir dəqiqə, neçədə qaldıq? 27-ci sualda. Bu tipdə də dəfələrlə sual işləmişik. Bir dənə dövrünü qurmamışam. Bir dəqiqə, bu belə qalxmalıdır dövrə. Hə, bunu unutmuşam. Düzəldərəm bunu.
dövrə qayıtmalıdır, çünki dövr alqoritmidir. Alqoritmin nəticəsi 64 çap olunur. Sonuncu sınaqlara müəyyən burada həm ən kiçik qiyməti, həm ən böyük qiyməti, həm ən kiçik, ən böyük qiymətin cəminin hesablanmasına aid suallar salmışdım. Hər sınaqda bir idi. Bu müəllimlərin işə qəbul imtahanında da düşən tip sualdan da orada da ən böyük qiymət istənilirdi. Demək, necə davam edirik? Onu düzəldəcəm. N bərabərdir 0, bilmirik neçədir. N-in ən kiçik qiyməti tapılmalıdır. Və S-in qiyməti 2-yə bərabərdir. Biraz böyüdüm. Aha. S-in qiyməti 2-yə bərabərdir. Başlanğıcı. Və qeyd edir ki, alqoritmin nəticəsində, yəni ən sonda 64 qiyməti çap olunub. Ən sonda çap olunan S-dir, deməli S-in qiyməti 64 olub. Axı S-in qiyməti 2 ilə başlamışdı. O zaman hər dəfə dövrə düşəndə S-in qiyməti necə dəyişdiyinə baxmalıyıq. S 2-dir. Birinci dəfə dövrə düşəndə 2 dəfə artır olur 4. Təkrar bir də gəlir 4 dəfə 2 artır 8 və neçə dəfə dövr edir? Bu 4-ü müəyyən etməliyik. S-in başlanğıcı 2 idi. 2-ni hər dəfə 2-yə vurur. Neçə dənə 2-yə vursun ki, sonda nəticə 64 olsun. Niyə qüvvətində yazdım? Çünki 2 vur 2. Sonra bir də 2-yə vurur. Sonra bir də 2-yə vurur. Yəni bu 2-nin kubu deməkdir axı. Bəs neçə dəfə D yazdım, dövrü göstərsin deyə. Neçə dəfə dövr etsin ki, sonra sonda 64-ü çap edə bilsin şərtə uyğun. Burada 2 üstü D bərabər 64-ü 2-yə bölündü 32. Bu da 2 üstü 5 demək. Deməli, dövrün sayı 5-ə bərabərdir. Kənarda bunu qeyd edirik. Dövr bərabər 5. Yəni bu tip sualda birinci mütləq dövrün sayı tapılmalıdır. Tapdıq ki, 5 dəfə dövr edir. 5 dəfə dövr edəndə sadəcə S dəyişmir axı. Hər dəfə N bərabər N-in üzərinə də 7 gəlir. N-in başlanğıcı neçədir bilmirəm. Birinci dəfə dövrə düşəndə üzərinə 7 gəlir. İkinci dəfə olanda 1 də 7 gəlir. Üçüncü dəfə 1 də 7 gəlir. Bəs neçə dənə 7 gəlir? 5 dəfə. Çünki 5 dəfə dövr edir. Yəni N-in üzərinə 7 dənə 5-i, daha doğrusu 5 dənə 7-ni əlavə edir. Dövrə qayıdır və sonuncu 5 dəfə dövr edib. İndi 6-cı dəfə rombu yoxlayır. 6-cı dəfə rombu yoxlayanda bir N böyükdür 115-dən. N-in qiyməti də 35 vaid artmışdı axı. Bu böyükdür 115-dən. Bu şərtə əgər yox deyərsə, 6-cı dəfə bir də düşüb bunu hesablayır. Demək, bu şərtə hə cavabı verib ki, dövrdən çıxıb 64 alınıb. Bu şərtə hə deyir. Soruşuram ki, M plus 7 dəfə 5, 35. Böyükdür 115-dən deyirsə, bu da N-in yerinə neçə yazaq? N böyükdür 35-i digər tərəfə keçirsiniz, 80 alınır. Və N-in 80-dən böyük ən kiçik qiyməti istənir. 80-i ala bilməz, çünki bərabərlik yoxdur. N bərabər ən kiçik qiymət olacaq 81. Bitdi. Ən kiçik qiymət 81 olmalıdır. Ki, 5 dəfə dövr eləsin, S64 ala bilsin. N-in də qiyməti başlanğıcda 81 olarsa, 5-ci dövr bitəndən sonra 6-cı dövrə keçmək istəyəndə artıq şərtə hə deyərdə dövrdən çıxır. Aydındır. İlk iş dövrün sayını tapmaqdır və mütləq miqdə də düşəcək o tip sual. Sual işarəsinin yerinə yazılacaq ədədi tapın. İşlədiyimiz bu tip sualların ən sadə formasıdır. Biz buna aid 3 dənəlik izah eləmişdik. Eyler-Venn diaqramına əsasən A, B, C. Burada da Gəncə və Bakı demişdim, ilk olaraq kəsişməsindən başlayırıq. Kəsişmədə qiymət varsa, deməli o iki çevrələr bir-biri ilə toqquşur. Və onların kəsişməsi bu hissədir. Yəni həm Gəncəyə aiddir, həm Bakıya. Qiymət də 90, 190-dır. Bu qiymətlər təxmini yazmışam. Müəllimlər atmışdılar. Onlara uyğun yazmışam. Deməli Gəncə, Bakı hər ikisinin kəsişməsi 190-dır. Gəncənin qiyməti verilib ümumi 390-a bərabərdir. Ümumi deyəndə, yəni 390 bu bütöv dairə nəzərdə tutulur. Onun 190-ı yazılıbsa, deməli bu hissəyə də 200 qalır. 200. Ümumi 390 olmalıdır. 190 varsa çıxıb 200'ü tapırıq. Daha sonra Bakı or Gəncə 620'dir. Or deyəndə götürüb 390'ın üzərinə bir də Bakının bu qiymətinə gələndə alınmır. Or deyəndə bu içəridəki hissələrin cəmlənməsidir. Yəni 200'ün üzərinə 190, onun da üzərinə x gələndə 620 verməlidir.
Ve burada alınır 390 üstəgəl x bərabər 620. 620-dən 390 çıxanda qalır 230. Bu x-in qiyməti 230-dur. Və müəllimlər variantlarda mütləq o qiymət də var. Bizdən istənilir Bakının, yəni Bakı dairəsi bütövlükdə istənilir. 230-un üzərinə də mütləq 190-ı əlavə etməlisən. 230 üstəgəl 190 bərabərdir 420. Cavab oldu 420. Əgər nə vaxt cavab 230 olardı, yəqin ki, elə bir sual da verirsiniz. Əgər istəsəydi, desəydi B and yəni Bakı and not Gəncə. Bu şəkildə yazı olsaydı, onda cavab 230 olardı. Yəni deyərdi Bakını götür, not Gəncə, Gəncə olmasın. O zaman Gəncə olan hissəni çıxanda qalardı bu hissə 230. Yəni çoxluqlarda riyaziyyatda bu açıq B-yə oxşuyur. Onda cavab 230 alınardı. Amma Bakını istəyir, yəni bütöv Bakı dairəsinə baxırıq. 190-dan da 230-u cəmləyəndə alınır 420. Daha sonra 29-cu sualda sadə sualdır. Burada HTML-də xana sayını istəyir. Xana sayını tapanda əvvəlcə müəllimlər sətrin sayı sütuna vurulmalıdır. Sətr sayını müəyyən edək. Biraz uzaqlaşdırım aşağı hissədə görünsün. Dəqiqə. Burada 4 sətirdən ibarət idi. Aha. Demək, burada teyir başladı və slash teyirlə bitdi. Böyük kiçik fərqi yoxdur. Bu oldu bir sətir. Teyir başladı və bitdi. Oldu ikinci sətir. Teyir başladı, bitdi. Oldu üçüncü sətir. Slashlə bitir. Teyir burada başladı. Burada isə bitib oldu dördüncü sətir. Deməli, 4 sətirdən ibarət. Bəs xana sayını necə tapaq? Xana sayında TH-lar sayırsınız. Burada TH başladı, bitdi. İçərisində yazıların önəmi yoxdur. TH başladı, bitdi, bu 1. TH başladı, bitdi, 2. TH başladı, bitdi, 3. Deməli, 3 dənə də sütun var. Qutardı. Burada səhv yazmışam. Bu TH-lar yox, T-də olmalıdır. Onları səhv qeyd etmişəm. TH yox, T-də olmalı. Bir dənə TH-ı saydıq, oldu 3 sütun. Sütun. Xana sayını istəyirdi şərtdən. Sətrin sayını sütunun sayına vururuq. 4 dəfədə 3 bərabərdir 12. Sonra növbəti sualda sektora aid belə bir sual düşüb müəllimlər, klasserə aid daha doğrusu. Yadında olanlar yazar, bunu qeyd edirəm. Sektorda deməli, metodik vəsaiti izah edəndə demişdim ki, sektor ən kiçik yaddaşa malik olan diskin bir hissəsidir və sektorun həcmi 512 bayta bərabərdir. Ola bilər ki, məsələn, qısa bir sual göstərim. Deyə bilər ki, 2 kilobaytlıq, məsələn, 2 kilobaytlıq fayl, mətn faylı. Mətn faylı və məsələn 1 kilobaytlıqda qrafik fayl. Qrafik fayl yaddaşda nə qədər yer tutar ya da neçə klaster lazımdır. Ya neçə sektordur bu şəkildə. Bir klasterin həcmi məsələdə verilməyibsə 4 kilobayt qəbul olunur. Və sektorun həcmi 512 baytdır. Ola bilər neçə sektor lazımdır deyə. Burada bir sektor 512 baytdır. Bir klaster, bu bir klasterin həcmidir. 4 kilobaytdır. 4 kilobayta neçə dənə sektor yerləşir? Yəni bir klasterə neçə sektor yerləşir? 8 sektor. Yəni 4 kilobayt vururuq 1024-ə, çünki çevirməliyik bayta. Bəs neçə 512 var bunun içərisində? Bölürük 512-yə. Bunlar ixtisar edir ki, 2 dəfə 4, 8. Yəni bu məsələlərdə əgər belə bir var idisə, ardıcıllıq, qrafik fayl, mətn fayl həcmi verilmişdisə, həmin qrafik faylların neçə klaster tutduğunu tapırıq və bir klasterində 8 olduğunu bildik. Deməli, əgər bunlar cəmi 2 klaster yer tutarsa, bir klaster 8 sektorsa, deməli cəmi 16 sektor yer lazımdır. Yəni təxmin edirəm ki, bu tipdə bir sual olur. Daha sonra 64 bitlə ən çox neçə simvol kodlaşdırmaq olar? Çaşıb bunu 206 yazmayın. 64 bit biz i bit deyirik. Yəni i-nin ölçü vahidi 64-ə bərabərdir. Neçə simvol, neçə müxtəlif simvol kodlaşdırmaq olar? N bərabər 2 üstü i düsturudur. 2 üstü 64 saydı.
e, yani sual bu cürdürsə nəticə 264 alınır. Daha sonra 2048 500 1536-dan ibarət qrafik təsvir. Nöqtələrdir, qrafik təsvir. Bir tərəfi 1536-dır, digər tərəfi 2048-dir. Qeyd eləyir ki, qrafik təsvirin həcmi 2 megabaytdan çox deyil. Yəni 2 megabaytdan çox deyilsə, onda 2 megabayt götürək də. Yəni çox deyilsə, ya kiçikdir, ya da bərabərdir. Maksimum bərabərliyinə götürək. Ən çoxu neçəsi, əlifbanın gücü ən çox neçə ola bilər? Deməli, burada müəllimlər ini tapmalıyıq. Əlifbanın gücü n-dir. Əvvəlcə ini hesablayaq. M-in vurulsun ibit düsturuna görə. İbiti tapanda həcmi bölürük digərlərinə. 2 megabaytdır, bu tərəf bitdədir. Onu deməli bitə çevirək. 223-ə vururuq. 2048 211. 1536 orada kalkulyator olur. 1024'e bölsəz bu 1,5 vurulsun 1024 deməkdir. Yəni testdə çox görmüşəm deyə əzbər yadımdadır. 1024-ə çıxanda 512 qalır. Bu da 1,5 nəzərdə tutulur. Deməli burada müəllimlər 211 ilə 210 eləyir 221. Bu 23 nə ixtisarcıdır? 2-nin kvadratı qalır sürətdə. 4 dəfə 2 8. Bunu da bölürük 1,5-ə. Və bu tam bölünmür. Sürət və məxrəci 10-a vursaq 80 böl 15. 5-i də ixtisar aparanda alınır 3-də 16. Yəni 5,3-də 1. Kalkulyatorla bölsəz 5,3-lərdə təkrarlanır. Deməli, önəmli olan 5 tamıdır. Demək, həcm 2 megabaytdan çox olmasın. Biz maksimum 2 megabayt götürəndə inin qiyməti 5 tam neçəsi alındı? Və biz burada ini 5 götürürük. Əgər 6 ilə götürsək, onda həcm 2 megabaytı aşar. 2 tam neçəsi alınır, ya 3-ə mi keçər, belə bir qiymət alınır. Yəqin ki, 2 tam neçəsi alınır. Amma 5 megabaytını 5 bitlə götürsək, inin qiymətini 5 bitlə götürəndə həcmi 2 megabaytdan çox olmuş. Yəni verilən şərtə uyğun gəldi. Deməli, inin qiymətini biz maksimum 5 götürə bilərik. Və əlifbanın gücü ən çoxu neçə ola bilər? Yenə də eni istəyir. 205 yazırıq. Maksimum 32-yə bərabər olur. Daha sonra raster vektoruna aid olan proqramı seçin. Raster'ı demişdim seçirik. Paint, photo, bir də image sözləri ilə. Ən asan yolu bu idi. Proqramlar çoxdur, əzbərləməli. Ona görə özümüz üçün sadə bir yol öyrənək. Əgər raster vektoruna aid olan cümləni qələm yazmışam. Raster qrafikası olmalıdır. Qrafikasına aid olan proqramı seçin. Raster qrafikasına aid olanlar Paint, Photo, Image-lə seçilir. Və müəllimə səhv eləmirəmsə demişdi, orada Impress var idi, deyirdi variantlarda. Vektora aid başqa bir proqrama aid proqram adı var idi. Bunlar hansındasa, məsələn, GIMP yazılan var, Paint-lə yadda saxlaya bilərsiniz. Bunlar aiddir Paint-dir, Photoshop-dur, sonra bunlar aid olur Image proqramda, bunlar aid olur Raster'a. Corel Draw, Adobe Illustrator və s. digərlərdə vektora aiddir. Demək, bu söz harda yoxdursa, o vektordur. Raster qrafikasına aid olanlarda bu adlarını çəkdiklərimdir. Kitab sözü yazılıb hansı formada görünəcək? Deməli, müəllimlər kitab sözünü yazıb. Kitab sözü yenə ardıcılığa diqqət eləməmişəm bir dəqiqə. Burada soldan birinci U gəlibsə, sağda da birinci U olmalıdır. Burada B olmalıdır. Aha. Demək, burada kitab sözü yazılıb. U teqləri kitab uların arasında yazılıb. U da altdan xətt çəkir. Deməli, kitab sözünün altdan xətt çəkəcək. Baxın, bu U ilə yadda saxlaya bilərsiniz. Underline, altdan xətt çəkir. B neynir? B qalın yazmaq üçün istifadə olunur. Deməli, bu B də qalın yazır. Yəni, kitab sözü həm də qalın yazılacaq. Üstdən bir də gedir. Kitab. Variantda belə bir söz axtarsın. Ola bilər italik göstərsin. Qalın yazan B ilə strongdur. Altdan xətt çəkən U-dur. İtalik yazanda I ilə M-dir. 35-ci sualda sonlara doğru çatırıq. 35-də maraqlı sual idi 35. Keçən dəfə
Deməli, sertifikasiya sınavında düşmüşdü bu tipdə sual. Sadəcə əvvəli verilmişdi, son qiymət istənilirdi. İndi son qiymət verilib, əvvəl istənilir. 3 ədədini 1, 2, 2, 1 addımları ilə icra etsək 257 alınır. Deməli, 3 ədədidir. Deyir 1, yəni birinci işi gör. Birinci işdə deyir ki, A bir vahid artır. Yəni A əməlidir. Yəni 1-in yerinə götürün A yazın. Bir vahid artır. 3-ü bir vahid artır. Sonra deyir ikinci işi gör. İkinci işdə də deyir ki, dəfə artır. Yəni neçə dəfə artır bilmirəm. B dəfə artır. Yəni bunun üstə bir gəndə oldu 4. Sonra ikini elə edəndə dəfə artır. Yəni bilmirəm. Deyirəm B dəfə artsın. B neçədirsə o qədər artsın. Daha sonra 2, bir də 2. Bir də deyir ki, B dəfə artır. Bir də B-yə vuraq. Məsələn, 5 isə 5 dəfə artıraq. Sonra bir də 2, bir də B dəfə artıraq. Və sonra deyir 1. Birinci əməldə də, əməliyyatda da bir vahid artır deyib. Bunun üzərinə 1 gəl. Və icra etsək nəticə 257 alınır. Burada 4 vurulsun. B'lərin kubu üstəgəl 1 bərabər 257. 4 vurulsun. B'nin kubu 257-dən 1 çıxanda 256. B'nin kubu bərabər 256-nın 4-ə böləndə 64. Və nəyin kubu 64 eləyər? Əlbəttə ki, 4-ü. Deməli, B'nin yerində, yəni sual işarəsinin yerinə 4 olmalıdır ki, hər dəfə 4 dəfə də artıranda nəticə 257 alınsın. Burada 1 ilə 2 bu qarşıdakı nömrələri göstərir. Yəni birinci əməliyyat et, bir vahid artır, ikinci əməliyyat et, B dəfə artır. Dəfəni bilmirik deyə onu B ilə işarələyəndə sonda nəticə 4 alınır. Daha sonra 36-cı sualda çətin və maraqlı sual idi. Burada nəticəni müəyyən edin qeyd olunub və klaviaturadan 200 qiyməti, klaviaturadan deməli ardıcıl olaraq klaviaturadan bu 5 dənə qiymət daxil olunub və daxil edən int inputdur. Baxırıq int input burada var, 5 dəfə də icra etməlidir. i-nin 0-dan 4-ə qədər 5 ala bilmir, i bərabər olur 0, 1, 2, 3, 4. 5 dənə qiymətdir. 5 dəfə də qiymət. Deməli, bu qiymətlər elə hər dəfə int inputa daxil olur. İndi nə iş gördüyünə baxaq. Həm aşağıda dövr var, həm yuxarıda dövr var. Bunu bir-bir imtahanda eləməyiniz azı 15-20 dəqiqəniz aparır. Sadəcə proqramın nə iş gördüyünü tapaq. Bu tiplərdə həmişə elə demişəm. Nə iş gördüyünü tapmaz. Aşağı nə inir? Yuxarıdakı dövr nə işi görür? Birinci qiyməti hesablayaq. Birinci 200-dür. A bərabər int input. Yəni A bərabər 200 daxil oldu. S bərabərdir. S-in üzərinə S də 0-dır. 0-ın üzərinə F A-nı. F A. A da 200 daxil. 200. Bəs F 200 neçədir bilmirik. Gəlir yuxarıda hesablamalıdır. Yazılır F 200. C-nin yerində dayanıb 200 qiyməti. X fərqli. X bərabərdir 0. 200 böyükdür 0-dan. Bəli, böyükdür. X bərabərdir. X-i C-ni 10-a böl. C 200-dür. 200-ü 10-a böləndə qalıq istəyir. Qalıq sondakı ədəd olur. Yəni 0 olur. C-ni 10 dəfə azalt. 200-dür. 10 dəfə azaldanda oldu 20. Dövrdür deyə hələ sərbəstə düşmür. Təkrar bir də dövrə qayıdır. C böyükdür 0-dan. C-nin yeni qiyməti 20 oldu. 20, yəni bu 0-ı itirdi. Yerində qaldı 20. Böyükdür 0-dan bəli. X-in üzərinə, X-də 0 idi axı. Bu 0-ın üzərinə. Deyir C-ni 10-a böl. Yəni bu getdi 20 qalmışdı. 20-ni 10-a böləndə qalıq. 20-ni 10-a böləndə qalıq. Bu dəfə bu 0 alınır. Yəni ikinci ədəd alınır. 0. C-ni də 10 dəfə azalt. 20-ni 10 dəfə azaldanda düşdü 2. Bir də dövrə qayıdır. 2 böyükdür 0-dan, bəli. X-in üzərinə, X-də 0, 0 idi axı. Bunların üzərinə C-ni, yəni 2-ni 10-a böləndə qalıq. 2-ni 10-a böləndə qalıq elə 2-nin özüdür. C-ni də 10 dəfə azalt. 2-ni 10-a böləndə 0 tap və dövrə qayıdır 0, 0-dan böyükdürmü? Yox deyir. Çıxır, return X-i qayıdır. X də bu 2-dir. 2 necə alındı müəllimlər? Baxın 0, 0, 2. Deməli, daxil edilən ədəd 200 idi və yuxarı onun rəqəmlərini cəmlədi. Deməli, bu yuxarıdakı fayl daxil edilən ədədin rəqəmlərinin cəmini tapır. 2, 0, 0-ı toplayanda oldu 2. Gətirib burada nəzərə alır. Təkrar bir də dövrə qayıdır. İnin bu dəfə 1 qiyməti ilə dövrə düşür. A bərabərdir int input.
Bu dəfə 561 daxil olunur. Yəni A bərabər 561 və deyir S bərabərdir. S-in üzərinə S-də yeni qiymət alıb 2 alıb. 2-nin üzərinə F A-nı gəl. Yəni F 561 əlavə et. F 561-i gedib yuxarıda hesablayaq. Bunu da göstərəcəm, amma qalanlarını göstərməyəcəm. Çünki artıq qalana uyğunluğu tutduq. C-nin qiyməti verilib. Baxın, ta burada birinci dəfə hesabladınız. Bu sıfırlardan bilmədiniz proqram nə iş gördüyünü. Gəlin ikinci dəfə 561-lə. X yenə sıfırdır. C böyükdür. 561 sıfırdan böyükdür, düzdür. X bərabərdir. X-in üzərinə, yəni sıfırın üzərinə. 561-i 10-a böləndə qalıq. Olur 1. Yazırıq 1. C bərabər 10 dəfə azalt. Bunu 10 dəfə azaldanda olur 56. Bir də dövrə qayıdır. 56 sıfırdan böyükdür, bəli. X-in üzərinə, yəni bu 1-in üzərinə C-ni, 56-nı 10-a böləndə qalıq. Oldu 6. Baxın 6-nı əlavə etdim. C-ni 10 dəfə azalt. 56 idi, oldu 5. Yeni qiymət 56 idi, indi təzədən 5 aldı. Dövrə qayıdır 5 böyükdür sıfırdan, bəli. X-in üzərinə, X budur. Bunun üzərinə C böl 10. Yəni 5 böl 10. 5-i 10-a böləndə qalıq 5-dir. Və C bərabər C-ni 10 dəfə azalt. 5-i də 10 dəfə azaldanda 0. Buradan nəticə və dövrə qayıdır. C, yəni 0 böyükdür 0-dan yox, return X qayıdır. Yəni həmin cəm. Baxın 561 idi. Rəqəmləri 165-dir və 165-i cəmlədir. Demək, həqiqətən də yuxarı rəqəmlərin cəmini tapır. Bəs aşağı nə edir? Burada da dövr var axı. Deməli, bərabər 2-nin üzərinə 561-in də rəqəm cəmi oldu 12. Aşağıda həmin ədədlərin bir də cəmini tapır. Yəni, baxın, 200-ün rəqəmlərini cəmlədiniz. 2, 0, 0. Oldu 2. 561-in rəqəmlərini cəmlədiniz. Oldu 12. Həmin o qiymətləri bu aşağı bir də toplayır. Sonra 1194 ilə gedəndə bu yuxarı rəqəmlərini cəmini tapacaq. Olacaq 1, 1, 9, 4. Bunlar cəmiyyəndə olur 15. Və gəlir burada 15 əlavə edir. 628-in rəqəmləri 6, 2 və 8 toplayanda edir 16. Deməli, bu 16-nı da toplayır. 536-nın 506-nı cəmləyəndə yuxarı rəqəm cəmini tapırdı. Cəmləyəndə oldu 14 və üzərinə 14 gəlir. Aşağıda həmin hissləri toplayırdı. Yəni, o cəmləri bir də cəmləyir. 16 ilə 14 alınır 30. 30-un üstə 15 gəndə 45. 45-in üzərində də 14 gəndə alınır 59. Yəni, daha sayda bu şəkildə tapa bilərik. Yoxsa yuxarıda 3, 6, 4 də bu 10, 13, 16. Yuxarıda bir 16 dəfə dövr var, aşağıda da bir 5 dəfə dövr var, elədi 21. Yəni 15-20 dəqiqə yazmağınız da uzanır. Bir yarım saat bu misala gedir. Vay ola bir yerdə də hesablamada səhv edəsiniz. Bu da tamamilə səhv edir. Demək, yuxarıdakı rəqəmləri cəmlədi, aşağıdakı həmin oradan alınan cəmləri bir də cəmləyir. Qısa olaraq elə bu rəqəmlərin hamısını cəmləsəz, bunun hamısını alınır 59. Qutardı. 36 da belə idi və davamı yoxdur müəllimlər. Sizdən istəyim, yadınızda olan suallar varsa, onlardan göndərməyiniz. Əgər sualların bir 10-15 sual yenə yadınıza düşərsə, ikinci bir video izahda çəkərəm. Belə, kanalda müəllimlərin işə qəbul imtahanı üçün sınaq sualları paylaşacaq. Keçən ilki MİQ səviyyəsinə aid, yəni o tipdə suallar olacaq. Çətinlik səviyyəsi, yəni o şəkildə olacaq. DEF-ə aid burada başqa suallar da olub. Müəllimlər dedilər ki, Python-a aid çox sual var idi. Mən 3-4-ünü izah elədim maksimum. Yerdə qalan suallardan yadınızda olan varsa, bu videonun altına yazarsınız. Bu PDF-də düzəliş edərəm. Və videonun, daha doğrusu, bu sınağın PDF formatında qruplara göndərəcəm. Əlavə olaraq istəyən olarsa, sərbəst işləmək istəyən olarsa, nömrə qeyd edəcəm. Həmin nömrəyə WhatsApp nömrəsinə yazarsınız PDF deyə. Sınağın PDF-ni, daha doğrusu sertifikasiya imtahanının PDF-ni göndərərəm. Bu günlük bu qədər müəllimlər. Sağ olun, salamat qalın.